Hadi qaqa, yedi get də başımdan. Nə qız sakız kimi yapışırsan? Heç Qaqa, get də. bizim məhlədəki itlər necə qorxdun deməsən, buradan bura gedən deyirəm, vallah xeyri yoxdur. Qaqa, o mənim sırrımda deyənmərəm heç kimə. Yedi get. Ay qaqa, axşam sevdiyim qız apab məhləsən qoyacam. Orada itlər çoxdur. Hər dəfə məni görəndə hürürlər. Qızın yanında da biabır ollam. Sirri də heç olmasa qızın yanında bu səfər qəhrəman olum da. O sirri kimdən seçdim, səni bir tər eləyəcəm. Eşitdin? Yaxşı qaqa. Davay getdi, gəl. Mənim xoş şamsı buyurun, nə kömək edə bilərəm sizə? Qaqa, səndən keçən dəfə bu iti qovmaq üçün zad aparat almışdım, iti qovan. O aparatdan varsa birində qaqaşa verdi, yaman bərim. Amma heç yerdə demə yaxşı. Narahat olma. Qaqa varsa ver də. Qardaşım, nə yoxdur ki, elə bu məhsul bizdə olur da. Hansı it üstü və cumsa, elə bunu tut qaçacaq da. Sağ ol qaqa, öpürəm səni. Bax qaqa, bu iti qovandı, eşidirsən sən. Bax mənim sirrim buydu. Üstündə olsun həmişə. Harda görsən ki, it sənin üstünə cumur, harda görsən it səni dişləmək istəyir, bir dənə bunu basırsan da it səndən qaçır. Pişik səndən qaçır. Liboy heyvan səndən qaçır da, yəni dasan onlardan qaçır, onlar səndən qorxur. Yaxşı, Allah qoyucuma qıza da göstərmə. Davay, öpürəm. Çox sağ ol qardaşım, Allah razı olsun. Sağ ol, dana geri gedik.